İzləyicilərim, mən Murad. Bugün sizlərlə mən Meqaqrafda öz şəhərimi göstərəcəm və Meqaqrafda gördüyünüz kimi Mega Girafdır deyə yazılır. Baxın, budur. İndi isə mən bunu göstərməyə keçəcək və belə başlayır və gördüyünüz kimi şəhəri mən sizə başdan olaraq baxın, bu mənim birinci evim. Benim yox, ən gözəl evim demək olar. Bu mənim körpüm, gördüyünüz kimi. Baxın. Bu Meqaqrafın 11-ci bölümü adlanır. Bu da mənim taxtadan formasına tikdiyim ikinci evim. Bunu da sizə verəcəyik. Baxın. Gördüyünüz kimi burada bir yer tikmişəm. Bu videoma yaxşı like'lar gələrsə, o bir bölümlərini də hazırlamağını düşünürəm. Və baxın, gördüyünüz kimi. Baxın. İndi hardasa 1 dəqiqə 38 saniyədir video çəkirəm. Baxın. Və indi gedək. Sualları olanlar mənə yaza bilərlər. O bir kanalımda indi mən ona bağlamışam. Deyirdilər ki, videonun çəkəndə evin içini göstərmirsən, hazır deyil. Və hətta baxın, gördüyünüz kimi hazırdır evin içi. Burada türmədir. Türmənin indi içini sizə göstərəcəm. Və indi baxın, gördüyünüz kimi mənim türməm. Yəni hər şey hazırlamışam burada. Hər şey nə var, nə yoxdur. Nə istəsəniz burada tapa bilərsiniz. Başqa tikmək istədiyim şeylər də desəz, mən burada tikərəm, hazırlayaram. Bunların hamısı öz əl işimdir. Burada nə görürsünüz? Bu da körpüdür. Özüm hazırlamışam bunu yenə. Və indi mən sizi videoda dayandırıb başqa yapacağım. Salam. Gördüyünüz kimi mən yenidən qayıtdım. Burada internetdən girib baxa bilərsiniz. Azərbaycanın bunu siz görərsiniz. Belə. Bunu da yəqin hamı bilər. Odlar yurdunun təmsilidir bu. İndi bu iki adam mənim öz əl işimdir. Özüm hazırlamışam bunu. Bunu isə internetdən götürmüşəm. Bunlar da quşlardır, gördüyünüz kimi. Burada heyvanlar hazırlamışam. Bu da Paris quləm. Bugünlük videom bu qədər dostlar. Bu da şahmat yeri. Bugünlük videom bu qədər dostlar. Gələn videoda görüşərik və sağ olun.